Bu aylarda dərimiz daha tez quruyur. Makyaj isə yaydakindən fərqli yanaşma tələb edir. Və soyuq havada həm təbii, həm də qalıcı olması üçün nə etmək lazımdır? Soyuq hava, külək və qapalı məkanlar dərimizin balansını pozur. Bu da makyajın üzümüzdə istədiyimiz kimi qalmasına mane olur. Əsas şərt düzgün hazırlıq və məhsul seçimidir. Bu il daha xəfif, dumanlı, gözlər dağılmış kölgə kimi, kiprik dibləri yüngül dağılmış kölgə kimi göz kölgəli makyajlar dəbdədir. Aktuallığını yenə qoruyur qəhvəyi tonlar, boz çalarlar. Xanımları maraqlandıran əsas suallardan biri də bu mövsümdə hansı rəng tonlarına üstünlük verilməsidir. Bu ilin ən trend, ən seviləni ənliklərdir. Ənliklər xanımlar tərəfindən çox sevilir. Bu həm makyajı fresh göstərir, həm dərini gözəl, canlı göstərir. Ənliklərdə isə şaftalı tonları, çəhrayı tonları, bunlar çox aktualdır. Hətta onların ikisini qarışdıranda da çox gözəl nəticə əldə olunur. Makyaj prosesi dərinin nəmləndirilməsindən başlayır. Qışda bu mərhələ xüsusilə vacibdir. Daha sonra isə dəri tipinə uyğun tonal vasitələr seçilir ki, üz quruluq və çatlamadan qorunsun. İsti və təbii tonlar üzə həm sağlam, həm də canlı görünüş verir. Göz makyajında isə ağır xətlərdən və tünd kölgələrdən çox sadə və zərif keçidlərə üstünlük verilir. Bəs dodaq boyalarında ən çox hansı tonlara üstünlük verilir? Dodaqlarda isə demək bu illəri qıraq konturları daha tünd rənglər, çərçivə verir dodaqları. Nude hər zaman dəbdədir, o aktualdır, onu bilirik. Amma bu il parlaq dodaqlar daha aktual, daha dəbdədir. Qış vizajında əsas üstünlük yüngül və balanslı toxunuşlara verilir. Məqsəd dərini soyuq havanın təsirindən qorumaq, təbii görünüşü saxlamaq və üzə sağlam bir canlılıq qatmaqdır. Doğru məhsullar və düzgün texnika ilə qış mövsümündə təravətli və parlaq görünüşü əldə etmək mümkündür. Ev şəraitində də düzgün məhsullarla və sadə texnika ilə qış üçün ideal makyaj etmək mümkündür. Əsas odur ki, dərimizi yormadan onu qorumağı hədəfləyək. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.